Salam, hər vaxtınız xeyir, hörmətli tələbələr. Bu gün sizlərlə 15 may dövlət qulluğunun test mərhələsində olan qəbul sualına baxacağıq. Bizə deyir ki, 3 bacı var: İradə, Sevil və Natəvan. Bunlar eyni otaqda oturur. Bunlardan biri toxuma bacarır, toxuma. Biri televizora baxır, digəri çay içir. Bunları bilmirsən ki, hansı edir. Ona görə hər biri üçün toxuma, televizor, çayı yazırım. Toxuma, televizor, çay. Və bizə deyir ki, bunlardan biri həkim, biri məktəbli, biri universitet oxuyur. Burada da həkim də toxuma bilə bilər, televizora da baxa bilər, çay da içə bilər. Eyni qaydada məktəbli də toxuma bilər, televizor baxa bilər, çay içə bilər. Həmçinin universitet oxuyan da toxuma, televizor, çay yazırıq. Bax, belə bir dənə cədvəl qururuq. Bizə indi görək nə deyir? Deyir, iradə həkim deyil. İradə üçün həkimə sıx qoydu. Deyir, Natəvan isə məktəbli deyil. Okey, buna da razı. Mənə deyir ki, həkim televizora baxmır. Gələrəm buradan televizoru sildim. Sonra mənə deyir ki, məktəbli çay içir. Deməli, məktəbli çay içirsə nə toxuma bilir, nə televizora baxır. İndi çay məktəblidə qaldığı üçün həkim artıq çay içmir. Toxumaya baxır. Və mənə deyir ki, Natəvan toxuma bacarmır. Deməli, Natəvan nədir? Natəvan həkim deyil. Toxumanı bacarır həkim. Onda həkim kim oldu? Sevil oldu. Sevil digərləri deyil. Natəvan üçün həkimdə çıx var, məktəblidə çıx var, tələbə Natəvandır. Və bizdən soruşur ki, tələbə adı nədir tələbənin? Tələbəmizin adı Natəvandır. Bəs görək nə bacarır? Toxumanı həkim edərsə, çayı məktəbli içərsə, Natəvan üçün nə qalır? Televizora baxmaq qalır. Burada olacaq cavab Y variantı. İzlədiyiniz üçün təşəkkürlər.